Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz dil, nitq mədəniyyəti, yəni normalardır. Ümumiyyətlə ədəbi dilin normaları, fonetik norma, leksik norma, qrammatik norma. Bunlar nədir? Qısaca üstündən keçəcəm, yəni biraz məlumat verəcəm. Fonetik norma sözlərin, yəni fonetik norma nə zaman pozulur? Əgər sözlər səhv yazılarsa, durğu işarələri səhv qoyularsa, bu zaman fonetik norma pozulur. Leksik norma nə zaman pozulur? Sözlər yerində düzgün şəkildə işlədilməzsə. Qrammatik norma nə zaman pozulur? Əgər cümlədə cümlə üzvlərinin yeri dəyişilərsə, yəni inversiya hadisəsi olarsa və yaxud da saylardan sonra gələn isimlərin tək və cəm işlədilməsi düzgün olmazsa, isimlərə, feillərə qoşulan şəkilçilər ardıcıllığı düzgün olmazsa, bu zaman qrammatik normamız pozulmuş sayılır. İndi əvvəlcə dərsi oxuyandan sonra testləri işləsəz daha rahat gələcək, daha çox başa düşəcəksiniz. Gəlin elə birinci sualdan başlayaq. Körpə quzu birləşməsində aslı tərəfi gənc sözü ilə əvəz etsək, ədəbi dilin hansı norması pozulmuş olar? Baxın, deməli, gənc quzu deyir olsun. Körpənin yerinə gənc qoyaq. Bu zaman sözün mənası düzgün olmadı. Yəni məna pozuntusu oldu. Bu zamanda məna düzgün işlədilməyəndə biz deyirik ki, leksik norma pozulur. 2-də əti doğramaq birləşməsində əsas tərəfi parçalamaq sözü ilə əvəz etsək, ədəbi dilin hansı norması pozulmuş olar? Yenə leksik norma. Çünki yerində düzgün işlədilməz, əti parçalamazlar, əti doğrayarlar. Yəni parçalasaq desək, bu zaman leksik normamız pozulmuş olur. Niyə? Sözlərin düzgün yerində işlədilməməsi normal, leksik normanın pozuntusuna gətirib çıxarır. 3-də uşaqlar sevinirdilər cümləsində nöqtələrin yerinə hansı sözü artırsaq, ədəbi dilin norması pozulmaz. Aha, deyir ki, pozulmaz. Uşaqlar, baxın, qəzəbdən sevinmək, acıqdan sevinmək, yavaş, uca sevinmək, bunlar düzgün olmadı, fikir verirsiniz. Amma ürəkdən sevinmək olar, bəli. Əgər ürəkdən sevinmək desək, bu zaman leksik normamız pozulmaz. Amma digərlərini qoysaq, bu zaman leksik normamız pozula bilər. 4-də qonaq güldü cümləsində nöqtələrin yerinə hansı sözü artırsaq, dilin leksik norması pozular. Aha, bu dəfə deyir ki, pozulsun. Baxın, qonaq birdən güldü. Ola bilər. Qonaq ürəkdən güldü. Bu da ola bilər. Qəfildən, yavaşca güldü. Bəli, hamısı uyğun, amma qonaq tərs-tərs güldü. Biraz düzgün çıxmır. Ona görə də cavabımız elə E variantıdır. O uzun sürən xəstəlikdən sonra həlak oldu. Deməli, cümlədə ədəbi dilin hansı norması pozulmuşdu? Xəstəlikdən həlak olmaq yox, vəfat etmək olar. Yəni bu zaman isə söz düzgün işlədilməyib, leksik norma pozuntusudur. 6-da o qanlı döyüşlərin birində vəfat elədi. Vəfat elədi, düzgün işlədilməyib yerində. Əgər döyüşlərin birində şəhid oldu desəydi, daha düzgün olardı. Ona görə E variantı bizim cavabımız olur. Leksik norma pozulmuş olur. Cinayətkarın əlinin şəkli bıçağın üzərində qalmışdı. Əlinin şəkli olmaz. Məsələn, əlinin izi, barmağının izi ola bilər. Yenə söz səhv işlədilib yerində, məna düz gəlmir. Ona görə leksik normamız pozulmuş sayılır. Xoruzlar səs-səsə verib qışqırışırdılar. Yenə, baxın, xoruz qışqırmaz, xoruz banlayar. Deməli, yenə leksik normamızın pozuntusunu görürük. Daha sonra 9. Nərgiz təzə gələn qonaqlar üçün çay tökdü. Çay tökdü yox, çay süzdü olsa daha doğru olar. Deməli, A variantı yenə söz yerində düzgün işlədilməyib, leksik normamız pozulub. 10-da xanım şəkərburaların üstünə naxış çəkdi. Naxış çəkdi, naxış vurmaq belə olsa daha düzgün olardı. Ona görə yenə leksik norma cavabımız olur A variantı. 11-ci sualda söz birləşmələrinin birində leksik norma pozulmuşdu deyir. Baxın, qızıl payız ola bilər, pozulmayıb. Güclü yaddaş, bu da ola bilər. Qəmli göz, bəli. Maraqlı məlumat, bəli. Amma sərin baxış
Düzgün işlədilməyib, sərin baxış olmur, norma pozuntusu var burada. 11-də olur cavabımız D variantı. 12-də söz birləşmələrin birində leksik norma pozulmuşdu. Aha. Baxırıq, qəmli münasibət, yox, qəmli münasibət səhvdir. Baxın, sərin su ola bilər, gözəl mənzərə ola bilər, güclü adam, çətin sual ola bilər, amma qəmli münasibət düzgün işlədilməyib orda. Məsələn, qəmli göz ola bilər, bayaqkı sualdakı kimi. Yəni ona görə A variantı bizim cavabımız oldu. 13-də söz isimləşərkən sıra ilə hansı qrammatik şəkilçilər artırılır? Aha. Baxın, ümumiyyətlə sözü artırılan ismin xüsusi şəkilçiləri var. Bunlar hansı sıra ilə artırılır? Deməli, birinci cəm artırılır, sonra mənsubiyyət artırılır, hal şəkilçisi və ən sonda isə şəxs xəbəri. Məsələn, bir nümunə deyim, uşaqlarımızdandır. Uşaqlarımızdandır sözündə lar cəmdir, ımız mənsubiyyət, dan haldır isə şəxs xəbəri şəkilçisidir. Ona görə 4, 2, 1, 3 cavabımız olur A variantı. 14-də dil haqqında verilən fikirlərdən biri yanlışdır deyir. Deməli, dil irsiyyət və irq ilə bağlıdır. Elə bu səhvdir. Niyə? Ümumiyyətlə dil elə bir şeydir ki, başqa bir ölkədə, başqa bir irqdə irsiyyət doğulan uşağı aparıb başqa bir yerə qoysan, həmin ətrafında olan insanların dilini götürəcək. Yəni dil cəmiyyətdə formalaşır, belə deyək. İrsiyyətlə, irqlə bağlı olan bir şey deyil. Ona görə yəni A variantı səhvdir. Baxın, məsələn, B-də deyir, dil ictimai hadisədir. Bəli. Yəni hansı cəmiyyətdə sənin ətrafındakı insanlar hansı dildə danışırsa, məsələn, bir Azərbaycanda doğulan bir uşağı apar başqa bir ölkəyə qoy, Azərbaycan dilində danışmayacaq ki, həmin ölkədə hansı dildə danışılırsa, ətrafındakı insanlar hansı dildə danışırsa, o dildə danışacaq. Ona görə irsiyyət və irq ilə bağlı olan bir şey deyildir. Səhv cavabımız da olur A variantı. Deməli, daha sonra 15. 15-də deyir ki, ünsiyyət prosesidir. Tamam, bəli, nitq ünsiyyət prosesidir. Dil əsasında meydana çıxır. Törəmədir, bəli, fərdidir. Bəli, dil belə deyək də fərdi də ola bilər. Fərdi, daha doğrusu dil yox, nitq fərdidir. Hər bir insanın nitqi, özünə məxsus nitqi var. Deməli, cavabımız olur elə D variantı, sabitdir ifadəsi yanlışdır. Ümumiyyətlə, nitq və dil haqqında ən azından bunları fərqləndirməyi bacarmalıyıq. Yadımızda saxlamalıyıq ki, dil ümumidir, nitq fərdidir. Dil tarixən ümumiyyətlə çox az dəyişikliklərə uğrayır, amma nitq ona nisbətən daha çox dəyişkəndir, yəni sabit deyil. Bu tip belə deyim qaydaları ən azından yadda saxlamaq lazımdır. Keçək 16-ya. 16-da deyir ki, o Füzulinin Leyli Məcnun poemasını əzbər bilir. Deməli, burada Leyli Məcnun poeması, ümumiyyətlə Leyli Məcnun dırnaq içərisində yazılmalıdır və mən də başda sizə dedim ki, əgər durğu işarələri qoyulmayıbsa və yaxud da səhv qoyulubsa, bu fonetik normanın pozulmasıdır. Baxıram, cavablarda fonetik yoxdur. Deməli, düzgün fonetikanı da bölürük iki yerə, orfoqrafiya və orfeepiyada, yəni yazılış və tələffüz. Deməli, burada yazılış, yəni C variantı, orfoqrafik norma pozulur. Cavabımız olur C variantı. 17. Müğənninin həzin səsi könlümü kövrətdi. Aha, könlümü kövrətmək düzgün deyil. Məsələn, ürəyimə toxunmaq, ürəyimi kövrətmək bəlkə də ola bilər, amma bu şəkildə deməli düzgün işlədilməyib yerində cavabımız olur D variantı. 18. Bu məqalə jurnalın sayında çap olunacaq. Aha, deməli burada deyir ki, hansını qoysaq norma pozular. İndi baxın, cavabımız E variantı götürəcəyik. Niyə E variantını götürəcəyik? Baxın, mən sizə deyim. Çap olunacaq, acaq hansı zamandır? Gələcək zaman. Hə, dünənki də dünəndir, keçmişdir. Dünənki necə çap olunsun? Dünənki yəni çap olunub da. Görürsüz, bir zaman belə deyim, uyğunlaşmır zaman burada. Cavabımız olur E variantı. 19-da isə deyir ki, yenə normaya uyğun olsun bu dəfə tam əksi. Yəni bu dəfə normaya uyğun olsun. Qonaqları gecə yola saldılar. Məsələn, indi
mən bura sabah qoysam, günorta qoysam, səhər, axşam qoysam düzgün olmur. Yəqin ki, dünən gecə yola saldılar deyə bilərəm. Ona görə cavabımız C variantı olur. 20. Salam gətirmişəm hüzuruna mən. Hansı norma pozulub? Deməli, burada pozulan qrammatik normadır. Niyə? Cümlə üzvlərinin yeri dəyişir. Mən deməli hüzuruna salam gətirmişəm. Belə olmalı idi. Mən, yəni mübtəda gəlib çıxıb axıra. Bu da qrammatik normanın pozulması deməkdir. Cavabımız olur B variantı. Daha sonra atamın bərk baxışı məni utandırdı. Nümunədə ədəbi dilin hansı norması və yaxud da normaları pozulmuşdu deyir. Burada bərk baxış yox, əslində məsələn sərt baxış olsa daha düzgün olardı. Yəni bu da leksik normanın pozulmasına gətirib çıxarır. 22-də güclü külək əsdi, saralmış yarpaqlar yerə töküldülər. Aha, deməli burada baxın qrammatik norma pozulub. Niyə qrammatik norma pozulub? Ümumiyyətlə qrammatik normanın pozuntusuna aid bayaq bir neçə nümunə dedim sizə. Həmçinin mübtəda və xəbərin istər cəmiyyətə görə uzlaşması, istər şəxsə, bu da qrammatik normanın qaydasına aiddir. Məsələn, əgər mübtədamız cansızdırsa, burdakı kimi yarpaqlar, bu zaman cəmdədirsə xəbər təkdə olmalıdır. Yəni xəbər tək işlədilməlidir. Buna görə də norma pozuntusu sayılır bu. Yəni norma pozulub. 23-də dözmək olmurdu dərcinin qaçqınların göz yaşına. Burada da qrammatik normanın pozuntusunu görürük. Niyə? Söz sırasında dəyişiklik var. Yəni inversiya hadisəsidir. Cavabımız olur C variantı. 24. Ölkənin ictimai həyatında yüksək hadisələr baş verməkdə idi. Deməli burada yüksək hadisə düzgün deyil. Məsələn, önəmli ola bilər, vacib bəlkə ola bilər, amma yəni yüksək hadisə yerində düzgün işlədilməyib, leksik norma pozuntusudur. 25-də zülmdən təngə gələn camaat xanım malikanəsinə hücum etdilər. Baxın, indi camaat təkdədir, canlıdır. Hücum etdilər yox, yəni canlıdırsa, təkdirsə, tək cəmdirsə cəm olmalıdır. Ona görə yəni burada qrammatik normanın pozuntusudur. Cavabımız olur C variantı. 26. Sən, mən və qonaqlar bu avtobusla gedəcəksiniz, yox gedəcəyik olar da yəqin ki, düzdür. Bu da görürsüz şəxsə görə uzlaşmayıb. Yəni cavabımız olur D variantı. Daha sonra 27. 27-də deyir televiziya verilişinə yalnız siz və qonaqlar gedəcəklər, yox gedəcəksiniz olar yəqin ki. Və bu da yəni mübtəda xəbər bir-birlərindən yəni uzlaşmırsa bu zaman B variantı, yəni qrammatik norma pozulacaq. 28 gəlmişəm gəzməyə sizin dağları. Deməli, yenə inversiya olub, cümlə üzvləri yerini dəyişib sizin dağları gəzməyə gəlmişəm olar. Bu da qrammatik normanın pozuntusudur. 29 bir neçə məsələlər hələ də öz həllini tapmamışdı. Aha, əvvəldə dedim ki, mən saylardan sonra gələn isimlərin tək və cəmdə işlədilməsini düzgün bilməliyik. Məsələn, bir sıra məsələlər olsaydı düzgün olardı. Amma bir neçədən sonra təkdə olsun gərək. Yəni məsələlər yox, məsələ olsun. Ona görə də qrammatik normanın pozuntusu sayılır bu da. 30-da ədəbi dilin qrammatik normasının əsas tələbi, yəni ümumiyyətlə qrammatik norma bayaqdan qaydalar deyirik. Deyir, nəyə əsasən aparılır? Milli sözlərə alınmaz sözlərdən daha çox işlətməyə xeyr. Sözün mənasına bələd olmaq, xeyr. Sözlər və cümlələr arasında əlaqələri düzgün qurmaq. Bəli, bu ola bilər də, əlaqələr düzgün qurulmalıdır. Cavabımız olur C variantı. Düzgün tələffüz etmək fonetik normadır. Eyni də çıxırıq, uyğun deyil. Cavabımız olur C variantı. Daha sonra 31-ci sualda deyir ki, ədəbi dilin leksik normasının əsas tələbi. Yəni leksik normanın əsas tələbi nədir? Sözləri düzgün yerində işlətmək. Yəni o da D variantındadır. Baxın, sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək. Leksik norma bizdən bunu istəyir. Cümlədə xəbər mübtədadan əvvəldə işlənibsə, ədəbi dilin hansı norması pozulmuş sayılır? Baxın, inversiya dediyim budur. Xəbər
xəbər, mübtəda və yaxud da digər cümlə üzvləri yerin dəyişirsə, yəni ən çox da mübtəda ilə xəbər olur ki, mübtəda gedir ən sona, bu xəbər gəlir əvvələ. Bu zaman qrammatik normanın pozulması deməkdir. 33-də cümlədə söz sırasına əməl olunmamışdısa, ədəbi dilin hansı norması pozulmuş sayılır? Aha, eyni sualda əslində elə A variantı qrammatik normanın pozulması. Hansı nümunədə ədəbi dilin qrammatik norması pozulmuşdur? Hər iki məktəb buraxılış imtahanlarına hazırlaşırdılar. İndi baxın, hazırlaşırdılar xəbər cəmdədir. Məktəb təkdədir. Yəni burada artıq olmadı, uyğunlaşmadı mübtəda xəbərin. Elə burada yəni qrammatik normanın pozuntusu sayılır. 35. Anar qapının qulpundan tutub dayanmışdı. Aha, qapının qulpu olmaz. Yəqin ki, qapının dəstəyi və yaxud da sapı ola bilər. Ona görə yəni elə E variantı, yəni söz düzgün yerində işlədilməyib, leksik norma pozulmuşdu. Nərgiz bacısının uzun saçlarından höyrük toxuyurdu. Höyrüyü toxumazlar, höyrəllər. Ona görə düzgün işlədilməyib leksik norma. Mimika nədir? Ümumiyyətlə mimika və jest. Mimika üz hərəkətlərini, yəni üz hərəkətidir. Jest isə əl-qol hərəkətidir. Baxın, deməli 37-də mimika deyirsə üz əzələləri mənalı hərəkətini götürəcəksiniz. 38-də jest deyirsə əl-qol hərəkətlərindən istifadədir. 39. Çölpə budaq əl açıbdı yağışa. Aha, baxın, əl açıb, yağışa əl açıb da olmalıdır da, xəbər sonda gəlməlidir. Bunu bilirik biz. Ona görə də, yəni inversiya, yəni qrammatik normanın pozulması. Arandan yaylağa tələsir yağış. Bunu yenə inversiya. Yağış arandan yaylağa tələsir. Deməli, cavabımız olur inversiya, söz sırası pozulub, qrammatik normanın pozuntusudur. 41-də axşamdır titrəyir günəşin sarı telləri. Yenə baxın, günəşin sarı telləri titrəyir olmalıdır. Yəni xəbərimiz sonda gəlməlidir, mübtəda əvvəldə gəlməlidir. Bu bizim cümlə quruluşumuzdur. Yəni cümlə quruluşumuz belədir. Ona görə də yəni yenə qrammatik normanın pozuntusudur. Daha sonra dəniz sevinirdi gəlişimizə. Dalğalar dikəlib bizə baxırdı. Baxın, dəniz gəlişimizə sevinirdi. Sevinirdi bu tərəfdə olmalıdır. Yəni gəlişimizə sevinirdi olmalıdır. Yenə qrammatik norma inversiya. 43-də qrammatik norma tələb edir. Aha, bayaq da belə bir sual var idi. Deyirdi ki, sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulması hansı normadır? Qrammatik norma. Deməli, cavabımız olur E variantı. Söz və cümlə arasındakı əlaqənin qurulması qrammatik normadır. Daha sonra 44. Leksik norma nəyi tələb eləyir deyir. Aha, bu sualdan yenə eyni şəkildə, yəni bələd olmağı, yerində düzgün işlətməyi istəyir bizdən leksik norma. Başqa heç bir şey. Yəni bunu konkret yadda saxlasaq çox asandır. Fonetik norma düzgün yazılış, düzgün tələffüzü tələb eləyir. Leksik norma sözlərin yerində düzgün işlədilməyini tələb eləyir. Qrammatik norma cümlələr, sözlər arasında əlaqə, söz sırası bunu tələb eləyir bizdən. Yəni hərəsinə bir neçə kəlməni əzbər bilsəz, bir neçə cümləni bilsəz, bu testlər sizə çox rahat gələcək. 45-də orfoqrafik normaya uyğun olmuyor. Yəni səhv yazılan sözü istəyir bizdən. Baxaq, iqtisadiyyat düzgündür, istiqlaliyyət düzgün, kəşfiyyat düzgün, mənəviyyat cavabımız olur D variantı, səhv yazılıb. 46-da yenə səhv yazılanı istəyir. Nəqliyyat, istiqlaliyyət, üslubiyyət, əhəmiyyət də düzdür, tövsiyə bir yığına yazılmalıdır. 47. Deyir ki, ismin başlanğıc formasında əvvəl mənsubiyyət, sonra cəm şəkilçisi artırılsa hansı norma pozulmuş olar? Aha, biz bayaq dedik ki, məsələn, uşaqlarımızdan da cəm mənsubiyyət hal xəbərli olur. İndi deyir, birinci mənsubiyyət, sonra cəm artırılsın. Hansı norma olar? Təbii ki, qrammatik norma pozulmuş olar. Şəkilçilərin düzgün yerində işlədilməməsi qrammatik normadır. 48. Nitqdə sözlər və cümlələr arasında əlaqə düzgün qurulmazsa, baxın, bayaq bu sual görün neçə dəfə qarşımıza çıxıb, qrammatik normanın pozulması deməkdir. Nitqdə müəyyən miqdar sayından sonra gələn isim cəmdə işlədilərsə, saydan sonra ismin
cəm və yaxud da təkli işlədilməsi, A-ha deyir, müəyyən miqdardan sonra gələn isim biz bilirik ki, müəyyən miqdar, yəni 3, 5, 6, 7 bundan sonra gələn isim təkdə olmalıdır. Deyir, cəmdə işlətsəm hansı norma pozular? Qrammatik norma təbii ki də. Əslində dil haqqında səhv fikirdir. Dil ünsiyyət vasitəsidir, düzdür. İnsan cəmiyyəti olmadan dil yarana bilməzdi. Bəli, bir insan bir uşaq doğulanda körpə apar onu qoy bir yerə, heç bir insanla ünsiyyət qurmasın, tək qalsın, o gec danışacaq. Hətta yəni körpə bir uşağa əgər fikir vermisinizsə, məsələn bir uşağın ətrafında balaca bir uşağın, körpənin bacı, qardaşı olanda daha tez dil açır, daha tez danışır. Yəni bu dil elə bir şeydir ki, cəmiyyətin içərisində formalaşır. Dil insan şüurundan asılı olmayaraq fəaliyyət göstərir. Təbii ki, səhv olardı. Şüursuz dil necə istifadə edək? Səhv cavabımız elə C-dir. Dil cəmiyyətə xidmət etdiyi üçün ictimai hadisə düzdür. Heyvanların səs siqnallarından istifadə etməsi heç də onların səsli dilin olmasını göstərmir. Bəli, səsli dil, yəni düz deyir. Cavabımız olur elə C variantı.